So let me start. First of all, thank you for really warm hospitality from the organization committee of such a really amazing conference. Əvvəlcə bu möhtəşəm konfransın təşkilat komitəsinə göstərdikləri səmimi qonaqpərvərlik üçün dərin təşəkkürümü bildirmək istəyirəm. Naxçıvan Dövlət Universiteti çoxşaxəli və geniş fəaliyyət istiqamətlərinə malik bir ali təhsil müəssisəsidir. Mənim fikrimcə, süni intellekt texnologiyalarına həsr olunmuş konfransın məhz belə bir universitet bazasında təşkili olduqca düzgün və uzaqgörən bir qərardır. Çünki süni intellekt texnologiyaları bugün artıq insan fəaliyyətinin bir çox sahələri ilə sıx şəkildə bağlıdır. Əminəm ki, bu konfransın uğurlu davamı olacaq. Ümumilikdə tədbirin təşkili yüksək səviyyədədir. Azerbaijan people hospitality is the main aspect for organizing every event. Thank you for your really good organization.